Belə bir söz var atalarımızın gözəl. Deyir, hər kəs qarşısındakını özü kimi düşünür. Zaur Darğallı, Amiran Görqaz və Gürcü Arsu necə ki pulla xalqı bu günə qədər aksiyalara, mitinqlərə öz dəstəyi üçün aparıb elə düşünürlər ki, biz də elə deyirik. Xeyr, biz elə edə bilmirik. Çünki bizim fərqimiz onlardan biri odur ki, biz azad bir xalqıq, azad bir insanlarıq, Gürcüstan vətəndaşlarıyıq. Amma onlar Bidzina İvanişvilinin pul nökərləridir. Və Bidzina İvanişvilinin puluna görə hər hansısa addım atırlar. Elə bilirlər ki, biz də eləyik. Xeyr, bizim nə Bidzina İvanişviliyə ehtiyacımız var, nə də pula ehtiyacımız var. Xalq çox yaxşı bilir ki, bu hakimiyyət, pul üstündə qurulmuş hakimiyyət gec-tez məğlub olacaq, hədə qorxuları özlərinə qalacaq, hədə qorxu etməyə ehtiyac yoxdur. Geçsin Richard Gigani'nin oğlu Mamuka Gigani'yə az yaşlı bizim soydaşımızı vurduğuna görə hədə qorxu gəlsin. Bizə hədə qorxu gəlməyə ehtiyac yoxdur. Paytaxt Tbilisidə Marcanişvilidə Gürcü dili bilmirsən deyib də bir Borçalı türkünə qarşı silah çıxardana hədə qorxu gəlsinlər. Onlar qorxaqdılar və qorxaqlığından istifadə edərək bizə hədə qorxu gəlməyə çalışırlar. Amma mən buradan onu demək istəyirəm ki, Zaur Darğallıya da, Amiran Görqadzıya da və ümumi Gürcü Arsuna, o başda Bidzina İvanişvilinin baş nazirinə ki, biz heç nədən qorxmuruq. 2014-cü ildən bu mübarizə yolundayıq və sonuna qədər biz davam edəcəyik. Siz məğlub olacaqsınız, biz isə qalib gələcəyik.